Hər kəsə salam. Bu video dərsimizdə üçbucaqların sayının tapılmasını iki üsulla izah edəcəm. Birinci üsul. Bu şəkildə yazıram. Üçbucaqları nömrələyirəm. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Sonra bu rəqəmləri toplayırıq. 1 plus 2 plus 3 plus 4 bərabərdir 10. 1 plus 2 plus 3 plus 4 bərabərdir 10. 1 plus 2 plus 3 plus 4 bərabərdir 10. 1 plus 2 plus 3 plus 4 bərabərdir 10. 1 plus 2 plus 3 plus 4 bərabərdir 10. Və bu 10'ları sayırıq. 5 dənə 10 olduğu üçün 5'i də vururuq 10'a. Bərabərdir 50. Cavab oldu 50. İkinci üsul kombinasyon usuludur. Bu riyaziyyatı bilənlər başa düşər, yəni kombinasyon mövzusunu bilənlər başa düşəcək. Kombinasyonun əvvəlcə mən düsturunu qeyd edirəm. Kombinasyon n-dən k-ya bərabərdir m faktorial bölünsün m minus k faktorial vurulsun k faktorial. Yəni tərifi belədir. Kombinasyon n sayda elementdən k sayda açıqlıqlar yaratmaq deməkdir. Burada da bir nöqtədən 5 dənə düz xətt çıxıb. Bax, bu şəkildə. Və hər iki düz xətt bir üçbucaq yaratdığı üçün olacaq kombinasyon 5'dən 2'yə. Bunu da bu şəkildə yazırıq. 5 faktorial 5 minus 2 faktorial vurulsun 2 faktorial bərabərdir. 5'dən 2 çıxanda 3 faktorial qalır. 2 faktorialımız elə 2 deməkdir. 5 faktorial da yazıram. 3 faktorial vurulsun 4 vurulsun 5. İxtisar getdi. 4'ü 5'e vuranda 20 olur. 20'yi də 2'ye böləndə olur 10. Sonra bu üfüqi xəttləri sayıram. 1, 2, 3, 4, 5. 5 dənə üfüqi xətt olduğu üçün 5'i vururam 10'a. Cavab olur 50.